Ev yaman gündədir, evin kırışyaları it gündədir. Xahiş edirəm, köməkliyi istəyirəm. Dəfələrlə Əkbərin qəbuluna getmişəm. Əkbər məni yolandırır. Yalancana deyir, get tərbiyə görərik. Adam göndərərik. Bir dəfə adam heç göndərməyib. Xahiş edirəm, köməklik istəyirəm. Dayım nə məki gündüzündən gecədir. Ev yaman gündədir. Dəfələrlə izləyir. Evin kırışyaları, evin damları, evin ayna banları ilk gündədir. Dəfələrlə icraçıma dünən də adam gəlmişdi. Fövqəladə Hallar Naziri gəlmişdi. Yaxınlaşdım o maşına. Aslanov Elxan məni acıqlandı. Dedi ki, sənə adiyyətin yoxdur. 2 nəfərin evinə böyük qoydu baxmaya. Mənim evimdə dedim. Ağzımda saxladı, qoymadı. Derik rəngim zırhının kəndi ev yaman gündədir. Dəfələrlə seni video söhbəti, dəfələrlə icra getirəcəm. Mənim saçma saçlara yoxdur. Xanım Mehriban Əliyə öz sözünü bildirmək istəyirəm. Cənab Prezidentimdən bildirmək istəyirəm. Mehriban Əliyevin qızına bildirmək istəyirəm. Xahiş edirəm, mənə kömək edin, dəstək olun. Evimdən gündüzünə gecə-gecədir. Xahiş edirəm, mənə dəstək olun. Ev bərbar vəziyyətdədir. Uşaqlar soyuqdan ölürlər. Bu hər yer açılır, hər şey partlayır. Yağışın nəticəsində partlayır. Xahiş edirəm, mənə kömək edin. TikTok'dan bu nömrələri tapmışam. Xahiş edirəm, sizi mən də icra edeyim. Mən onları oradan da yuxarı yer var. Öz dərdimi deyərəm. Gedərəm uşaqları yaparam. Fövqəladə Hallar Naziri xanım Mehriban Əliyevin yanına. Xahiş edirəm, mənə dəstək olun. Kömək edin. Bax, evin kırışalar, evin hamısı patlaqlardır, altı üstü hamısı bərbar vəziyyətdədir. Xahiş edirəm, 3 qızı var, 2 şalbatım var. Xahiş edirəm, mənə kömək edin. Mən heç yerə çağıram yoxdur. Qızlarda düz düşürlə alıram. Amma 7 başlarıyla 500 tane uşaq məktəbə gedir. Bunların yemək, içməyi çatdıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin. Ev bərbar vəziyyətdir, qar yağış budağın üstündədir. Xahiş edirəm, kömək edin mənə. Heç çarəsiz qadınam. Sünni Şəmsəddin Mirzəsinin oğlu ruhu xəstədir. Onun pensiyası, onun iynə dərmanına çatmıyor. Xahiş edirəm, kömək edin mənə. Bu vəziyyətdə, bu haldadır.